Qulaq as, nə qədər ki susmusan qulaq as. Başa düşürəm susmaq ən kədərli danışmaqdır. Bəzən ölüm belə sükutdan yaxşıdır. Bir də ki ölüm, hər iki halda qovuşmaq da Allaha. Nə fərqi, intihar ya əcəl, intihar elə əcəli çağırmaqdır. Əcəl gəl, əcəl gəl. İlahi, bu ən qorxulu bağırmaqdır. İntihardan əvvəlki 10 dəqiqə sən ən ağıllı dəli olursan. İntiharın da yaxşı tərəfləri var, misal üçün ən cəsarətli ölü olursan. İnsan bir ömür qovuşmaq üçün çalışır, qovuşmaq üçün sevir, qovuşmaq üçün ölür. Mənə elə gəlir iplə boğulmaq ən uğurlu intihardır, bəs sənə necə gəlir? Sənə elə gəlmir ki, sən möcüzəsən. Bir qadını eyni anda həm ağlatmısan, həm güldürmüsən və gəlmisən, dürüst ol, düzünü de, axırıncı dəfə nə vaxt ölmüsən? Ruhunu deyirəm, ruhunu. Sevilmədiyin üçün intihar gülməlidir, gülməli, güya sevilir bütün sağ qalanlar. Sevilmək yox, sevmək lazımdır, sevmək. Qulaq as, bəlkə bugün ölməyəsən, bəlkə sabah. Narahat olma, cəzası ağırlaşmır gedişəndə günah. Həm də bugün ölüm havası deyil axı, soyuqdur, şaxta var, yağış yağır. Adətən belə havada insanlar ölmür, darıxır. Darıq, sən də darıq, elə bugün. Darıq, ölüm üçün. Qulaq as, eşidirsən, bu o qədər də vacib deyil. Qulaq as, bilirsən, uşağı gözlərinin qabağında güllələnmiş atanın hələ də yaşaya bildiyi dünyada intihar etmək şərəfsizlikdir, şərəfsizlik.